xoşbəxt olub yuxuda olmaqdansa, ayılıb çətinliklərlə mübarizə etmək daha doğru kimi gəlir mənə. Ayıldıqdan sonra nələrin fərqinə vardın? Və ayıldıqdan sonra dünya sənin üçün bədbin bir yerə çevrildimi? Bədbin bir yerə çevrildiyi vaxtlarda oldu. Türklər demişkən, hayal kırıklığı yaşadığım dönəmlərdə oldu və ən ağrılı yəqin ki, dönəm hər şeyin nisbi olduğunu dərk elədiyin an olur. Nisbilik anlayışı da bir mükafatdır. Yəni o da hər insana qismət olmur onu dərk eləmək. Çünki bayaq dediyimiz kimi, nisbilik yoxdursa təkəbbür var. İndi soruşsanız ki, bunu necə bir-birinə bağlayırsan? Mən məsəl üçün çox əmin bir şeydən danışa bilərəm. Deyə bilərəm ki, Hüseyn məsəl üçün, bu mikrofondan yaxşı mikrofon dünyada yoxdur. Amma sən deyə bilərsən ki, hər şey nisbidir. Yəni elə mikrofon var ki, bundan qat-qat ucuzdur, amma funksiyası bundan daha qat-qat yaxşı eləyir. Və yaxud bu inancla da bağlı ola bilər. Mən deyə bilərəm ki, məsəl üçün, ən düzgün inanc hinduizmdir məsəl üçün. Bundan başqası yalandır. Yəni nisbiliyin olmadığı hər bir yer radikalizmə gətirib çıxardır və təkəbbürə gətirib çıxardır. Belə gözəl bir söz var, deyir, istənilən bilik təkəbbür yaradır. Fərqi yoxdur hansı bilikdir bu. Riyaziyyat ola bilər, elm ola bilər, fəlsəfə ola bilər. Yəni bir şey çox bilirsənsə və özündən əminsənsə, mütləq bu sənin danışığında hansısa bir təkəbbürlük notlarını büruzə verəcək.